Salam kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizinle beraber denemediğim abur cuburları deneyeceğim. Bu arada dostlarım, ben çok az bir şey almışam, bilirəm. Bu sadece balaca bir video olacak ama bundan sonraki videolarımda inşallah daha çok bir şeyler alacağım. Çok bir şey tapamadığım için bunları alabildim ama bundan sonraki videomda və yaxud da bilmirəm nə vaxtsa inşallah daha çox abur cubur alacağım ve sizinle bir yerde video çekeceğim. O video ise inşallah uzun olur. Başlayalım o zaman dostlar. Ben bile bir Ramtin yazıp üstünde bile bir şey almışam. Bu arada istəsiz qiymətlərinə deyə bilərəm, istəsiz demeyeyim. Yani ama diyeceğim bunun qiymətlərini. Bunu 30 qəpiyə almışam dostlar. Bilmirəm necədir dadı. Deməli dostlar, bunu 30 qəpiyə almışam dediyim kimi. Bunları da üçü 30 qəpiyə almışam. Bunu da yine 30 qəpiyə. Demək olar ki, burada gördüğünüz her şeyi 30 qəpiyə almışam ve bunu da 30 qəpiyə almışam. O zaman başlayaq dostlar. Deməli, başlayaq o zaman bu minik gözlərdən. Gəlin birini açaq, bir yerdə dadına baxaq. Mən deyirəm ki, bu bir dənə göz alardım. Zaten özüm tək yeyəcəm də. Bu iki dənə gözün yerinə başqa bir şey alardım. Amma nə bilim ola. Bunu dişimlə açacağam. Baxın belə dostlar, belə açırsınız. Yallah. Baxın dostlar, belə bir ağ bir şeydir, jelibon kimi. İndi dadına baxaq. Dostlar, mən gözləyirdim ki, içərisindən belə bir çəhrəyə falan göstərdilər də bir şey çıxar, jeli falan, ama çıxmadı. Deməli dostlar, bunların dadları qəşəng idi, bəyəndim. Neçə verir? 8 verə bilərəm. Sonra keçək buna. Deməli dostlar, bunu da adını bilmirəm, amma Rainbow'dur, nə bilim nədir. Belə bir şeydir. İndi bunu açacağıq. Başlayaq. O zaman açaq. Baxın belə. Bunu açaq. Və uzun bir şeydir. Bilmirəm indi turş olacaq yoxsa şirin olacaq, amma göstərdiklərinə görə belə ananas, çiyələk, alma falan belə bir şeydir. Çıxardamıram. Baxın belə rengarenk bir şeydir. Özüm rengarenk seçdim. Görəsən dadı necə olacaq deyə. Gəlin yeyək. Şirin dad gəlir. Şirindir. Belə fəsad falan üstündə var və biraz da belə bir meyvələr dadı gəlir. Qarışıq meyvə dadı. Bəyəndim. Qəşəngdir. Bu da geçen dostlar. Buna da bunu severim. Buna 9 verəm. Geçeydi, beğendim. Sonra geçey bu jelibona. Bu sefer 2 tane falan. Yani hamısı demiyorlar ki jelibondu. İkisi jelibondu ama bu şokolat falan. Bu şokolatı bu arada 2 defa deneyeceğim. İstememişim ama bu jelibonun başka cür olanları falan denemişim. Şimdi bunu yiyək. Çok şirindi. Yumuşaktır. Deməli dostlar belə. Yumuşaq və çox şirindir də. Gerçekten ben şirin bir şey xoşlayıram. Belə. Ağızda da tezə əriyir. Beğendim, 10 üzerinden 8 verəm. Və keçirik ən sonuncuya. Belə bir şokolata. Mən bunun fındığlısını götürdüm. Onun belə dostlar Bounty'ye oxşayan bir dadlı fəson belə bir şeyler de var idi. Ama onları almadım. Fındıqlı aldım. Fındığı çok sevdiğime görə. Belə dostlar. Bu şəkildədir. Və balacadır. Yəni bunun da biraz tadına baxaq. Ay Allah, belə bilsəm. Deməli dostlar, içərisi belə bir krem bir şeydir. Bir dəqiqə.
Aha, baxın belə bir şeydir. Dostlar, buna da 10 üzerinden 8 puan verirəm. Qəşəng idi, amma bu çox da bəyənmədim. Belə, amma qəşəng idi. Yəni şokolatı xoşladığıma görə, şokolatı sevirsinizsə, şirin bir şeyler axtarırsınızsa, məncə bunu ala bilərsiniz. Buna da dediyim kimi 8 puan verdim. Bu qədər idi dostlar. Əgər hansını bəyəndinizsiz və yaxud da hansını deləmisinizsə, yorumlarda yazmağı unutmayın. Və qiymətlər necə idi? Sizcə hər birini 30 qəpik verməyə dəyər, yoxsa dəyməz? Məncə əslində dəyərdi. Neyse dostlar, bu qədər idi videom. Sizləri çox sevirəm. Sağ olun.